Deyərsiniz ki, Tahir yenə neynir? Fərqli bir sahədən, fərqli bir vlogla qarşınızdayım. Kənd yerlərində daha çox soyuq havalarda istifadə etdiyimiz, yanında döşəkləri atıb yatdığımız peçlər məhz belə hazırlanır. Bu dəfə də dediyim atamla vlog çəkim. Atamı sizlə tanış edirəm. Adı Əzizdir. Adı kimi özü də əziz, səmimi, canlılara dəyən kişidir. 40 ildir ki, bu işlə məşğuldur. Tərifləmək kimi çıxmasın, işinin sənətkarıdır. Düşünürəm ki, kənd yerlərində çoxu belə peçlərdən istifadə edir. İndi istifadə etməyənlər ola bilər, amma çoxumuz əvvəllər kəndə nənə baba evinə gedəndə bu peçlərdən görməmiş olmarıq. Əlavə olaraq həm fikirlərinizi, həm də başqa hansı sahədə vlog çəkməyimi istəyirsinizsə, rəylərinizi videonun şərh bölməsində qeyd etməyi unutmayın. Həm peç necə hazırlanır öyrənmiş, həm də sizlərə göstərmiş oldum. Sizlərə peç hazırlama prosesində geriyə qalan digər kadrları göstərərək sağollaşıram. Növbəti vloqlarda görüşənədək.